Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimiz nəzəriyyədən bədii təsvir və ifadə vasitələri olacaq. Başlayaq bədii təsvir vasitələrindən. Təsvir vasitələrinə eyni zamanda məcazlar da deyə bilərik. Bəs nəyə görə məcazlar? Çünki bəzən əşyanı, hadisəni, nəyəsə oxşadanda məcazi şəkildə oxşadırıq. Ki, oxucuya fikir daha dəqiq çatsın, daha təsirli çatsın, oxucu fikri başa düşsün. İndi mən misallar göstərdikcə özünüz başa düşəcəksiniz. Deməli, təsvir vasitələrinin vəzifəsi nə oldu? Fikrin obrazlı şəkildə çatdırılmasını təmin etmək. Obrazlı nədir? Yəni məcazi şəkildə. Başlayaq məcazların növlərindən. Təşbeh olsun. Təşbeh bənzətmə deməkdir. Kimisə, nəyisə bənzətmək, oxşatmaq deməkdir. Təşbehdə hadisə yaxud əşya özündən daha qüvvətli bir əşyaya yaxud hadisəyə bənzədilir. Baxın ha, özündən daha qüvvətli bir hadisəyə, əşyaya, özündən daha alçaq, kiçik hadisəyə, əşyaya bənzədilsə bu olur litota. İndi onu da danışacağım. Təşbeh də 4 tərkib hissədən ibarətdir. Bənzəyən, bənzədilən, bənzətmə qoşması, bənzətmə əlaməti. Nümunəyə baxın, əli şir kimi güclüdür. Burada əli bənzəyəndir, çünki şirə bənzədilib. Şir isə bənzədiləndir, çünki əli şirə bənzədilib. Kimi bənzətmə qoşmasıdır. Bilirik ki, kimi, tək, təki, qədər bənzətmə qoşmalarımızdır. Güclüdür isə bənzətmə əlamətidir. Çünki əli hansı əlaməti ilə şirə bənzəyir? Güclü olmağı ilə. İndi sizə saydığım bu 4 tərkib hissəsinin 4'ü də varsa, elə göstərdiyim nümunədə əli şir kimi güclüdür. Görürük ki, 4 tərkibin 4'ü də var. Bu olur müfəssəl təşbeh, yəni geniş təşbeh. Yox, əgər bunların 4'ü yoxdur. Misal üçün deyirəm ki, uşağın əlləri buz kimi idi. Burada uşaq bənzədiləndir. Buz bənzəyən, kimi qoşma, soyuqdur, bənzətmə əlamətidir. Bir də bunu başqa cür deyirəm. Deyirəm, əlləri buzdur. Əlləri var, bənzəyən. Biri də var, buz, bənzədilən. 2 tərkib hissəmiz var, bənzəyən və bənzədilən. Digərləri yoxdur ki, bu olur mükəmməl təşbeh. Və biz bəzən bunu qarışdıra bilərik. Düşünərik ki, əgər 4'ü də varsa, tamamlayırsa, bu olar mükəmməl. Xeyr, müfəssəl geniş deməkdir deyə. 4'ü də işlənibsə olur müfəssəl, yəni geniş təşbeh. 4'ü işlənməyib, 2'si, 3'ü işlənibsə olur mükəmməl təşbeh. Çox təkrarladım ki, yadınızda qalsın. Ümid edirəm təşbeh anlaşıqlı oldu. İndi isə keçək epitetə. Epitet, dostlar, əlavə deməkdir. Bədii əsərdə bir fikri daha qüvvətli, daha qabarıq şəkildə çatdırmaqdan ötürü onu ifadə edən sözə başqa bir təyin edici söz əlavə olunur. Bəlkə də başınız qarışdı, indi izah edəcəm. Təsəvvür edin, bir şair sevgilisinə, yarına şeir yazır. Orada onun adını çəkmir, amma onu ifadə edən bəzi təyin edici sözlər, yəni epitetlərdən istifadə edir. Buna misal olaraq kaman qaşlı, gül üzlü, sərvi boylu, ahu baxışlı, şahbaz baxışlı, şirin sözlü, şəkər dilli və s. epitetlərimiz var. Buna misal olaraq. Biz dedik ki, şair yarına şeir yazır. Orada onu təyin edən epitetlərdən istifadə eləyir. Çox gözəl. Bəs bir şairin istifadə elədiyi epitetdən götürüb öz şeirimdə istifadə eləsəm, onlardan birini özüm yazsam, öz şeirimdə yəni yazsam, bu nə adlanır? Müqəyyəd epitet. Müqəyyəd epitet nədir? Bir müəllifin işlətdiyi epitetdən başqa sənətkarların da istifadə etməsi. Həmin epitetlər nə adlanır? Nə adlanır? Müqəyyəd epitetlər. Qeyd olaraq bir şey də demək istəyirəm ki, bəzən mükəmməl təşbehlə, mükəmməl hansı idi? Tərkiblərdən 2'si, 3'ü işlənən təşbehlər. Mükəmməl təşbehlə epiteti qarışdırmaq olar, təbii haldır. Amma bunun asan bir yolu da var. Misal üçün bir söz götürək, kaman qaşlı. Kaman qaşlı mən bilirəm ki, epitetdir. Hardan bilirəm? Çünki mən təşbehdə nə dedim? Dedim, təşbeh bənzətmə deməkdir. Nəyin köməyi ilə yaranır? Tərkib hissələrinin. Tərkib hissələrinin arasında nə var idi? Bənzətmə qoşması. Bənzətmə qoşmalarımız hansıdır? Kimi, tək, təki, qədər. İndi baxın, mən kaman qaşlı nümunəsinə kaman qaşlı kimi deyə bilərəm. Kimi qoşmasını artıra bilərəm orada. O kaman qaşlı kimidir.
Görürsünüz ki, uyğun gəlmir, heç qulağa da xoş gəlmir. Amma qaşı kamana baxın, qaşı kaman kimidir. Görün nə qəşəng oturdu söz bura. Onun qaşı kaman kimidir. Kimini ora artıra bilirəmsə olur təşbih. Keçək metafora. Metafor istiarə, yəni köçürmə deməkdir. Gizli bənzətmədir. Bu da elə təşbih kimidir, lakin buradakı bənzətmə gizli olur. Bunun tərifinə baxın. Hadisənin adı çəkilmədən başqa bir əşya və ya əlamət üzərinə köçürülməsi. Metaforda tərəflərdən biri iştirak etmir. Sadəcə həmin tərəfin əlaməti başqa tərəfin üzərinə köçürülür. Nümunəyə baxın. Yox mudur səndə gülüm heç insaf? Buradakı gülüm deyəndə şair sevgilisini, yarını nəzərdə tutur. Şair orada deyə bilərdi, yox mudur səndə insaf? Nə bilim, gül qoxulu sevgilim, gül tək sevgilim. Bu kimi sözlərdən istifadə edə bilərdi. Lakin orada sevgilisinə, yarına bənzətdiyini gizlədib. Bu köçürmə, bu bənzətmə gizli olub. Bu da nə sayılır? Metafor. Bizim testlərdə ən çox qarşımıza çıxa biləcək metafor nümunələri təbiət üzərində olanlardır. Yəni insana, canlıya məxsus əlamətin təbiət üzərinə köçürülməsi yolu ilə yaranan metaforlar. Nümunə olaraq təbiət gülür, bulud ağlayır, ağaclar pıçıldaşır və s. Mən nə dedim? Dedim insana, canlıya xas əlamətin təbiət üzərinə köçürülməsi. Misal üçün bulud ağlayır. Ağlamaq insana xas əlamətdir, xüsusiyyətdir də. O köçürülüb buludun üzərinə. Bu nə olur? Metafor nümunəsi. Qeyd yazılan hissəyə baxın. Burada da təşbihlə metaforu qarışdıra bilərik. Lakin gəlin qarışdırmayaq da. Baxın misala. Koroğlu aslan kimi kükrəyir. Bu olur təşbih. Niyə? Çünki orada görürsünüz kimi var, qoşma var. Ən asan yolu. Koroğlu aslan kimi kükrəyir. Mən başlayanda nə dedim? Dedim təşbihdə bənzətmədir, metaforda. Amma metaforda bənzətmə gizli olur. Təşbihdə açıq-aydın deyirsən ki, Koroğlu aslan kimi kükrəyir. Koroğlu aslana bənzədilir. Qorxmursan, açıq-aşkar deyirsən. Lakin metaforda deyirik ki, Koroğlu kükrəyir. Koroğlu nə kimi kükrəyir? Biz bilmirik ki. Yəni bilirik ya. Bilirik ki, kükrəmək aslana xas xüsusiyyətdir. Bu köçürülüb Koroğlunun üzərinə. Amma baxın, gizli köçürülüb. Lakin biri var deyirəm ki, Koroğlu aslan kimi kükrəyir. Bu açıq-aşkar, aydın şəkildə deyirəm ki, aslan kimi kükrəyir. Ümid edirəm düzgün izah elədim. Bir də var təsvir vasitələrimizdən metonimiya. Metonimiya ad dəyişmədir. Bədii əsərdə bir əşya, hadisə yaxud anlayışın əvəzinə onunla bağlı olan başqa bir ad işlənir. Məsələn, Səməd Vurğunun Vaqif dramında belə bir nəzm hissəsi yer alır. Aparın onu zindana, göz dağı çəkdirin Azərbaycana. Azərbaycan nədir? Ölkə. Ölkənin dağı, dərəsi, təpəsi var. Dağ, dərə, təpə, daş, qəm çəkir, göz dağı çəkir. Yox, burada Azərbaycan dedik də, Azərbaycan xalqını nəzərdə tutur. Metonimiya nə dedik? Ad dəyişmədir. Azərbaycan xalqı demir, deyir Azərbaycan. Yaxud mən deyirəm ki, bir məclisə getmişdim, şeir səsləndirdim orada, bütün məclis ağladı. Məclis ağladı. Məclisdəkilər ağladı. Yaxud sinifə girmişdim, sinif susmuşdu. Sinifdəkilər susmuşdu. Başa düşdünüz? Və burada da metaforla metonimiyanı qarışdırmaq olmaz. Metafordan bir nümunə gətirək. Nə dedik bayaq? Təbiət gülür. Metonimiyadan birini deyək. Deyirik salon gülür. Yaxud sinif gülür. Metaforda təbiət gülür deyəndə biz onu nəzərdə tuturuq ki, təbiətdəkilər gülür. Təbiətdəki heyvanlar gülür. O mənada nəzərdə tuturuq. Xeyr. Yəni təbiət canlanır, yaşıllaşır, gözəlləşir. O mənada deyirik ki, təbiət gülür. Biri də var deyirəm ki, salon gülür. Yəni salondakı insanlar gülür. Bunu da ayırt eləməyin asan yolu da artırın görün, artırmaq olur. Salon gülür, salondakı insanlar gülür. Məclis ağlayır, məclisdəki insanlar ağlayır. Burada deyə bilmirəm ki, təbiətdəki insanlar gülür. Bulud ağlayır, buluddakı insanlar ağlayır. Keçək sinekdaxa. Sinekdaxa bir əlamət, bütöv bir anlayışı bildirir. Tərifdən düzdür başa düşmək olmur. Nümunəyə baxın. Şuşa polis rəisi Əmirxanov saqqalının ortasını qırxır, olur
yarım saqqal. Saqqalı yarım olur. Onu da belə adlandırıblar ki, görsən tanımazsan yarım saqqalı, çıxıb əndazədən dövləti, malı. Buradakı yarım saqqal həmin Şuşanın polis rəisi Əmirxanovun əlamətidir. Sinekdoxa elə bundan ibarətdir. Keçid alaq simvola. Simvol elə adından da məlumdur. Simvol, rəmz mənasını bildirir. Simvol bədii əsərdə müəyyən fikrin, niyyətin sözlə üstüörtülü şəkildə ifadə olunmasına deyilir. Məsələn, Səməd Vurğunun Vaqif dramında misri qılınc mübarizə simvolu kimi təqdim olunur. Sonra Rəsul Rızanın Çınar şeirində çınar məğrurluğun, əyilməzliyin, torpağa bağlılığın simvolu kimi işlənir. Bədii ədəbiyyatımızda bir çox simvollarımız var ki, bunlara daxildir. Misal üçün, tülkü hiyləgərliyin simvoludur. Canavar acgözlüyün, qoyun avamlığın, göyərçin sülhün simvolu kimi təqdim edilir. Bu da bu qədər dostlar. Düşünürəm ki, artıq keçə bilərik bədii ifadə vasitələrinə. Bədii ifadə vasitələrimizə nələr aiddir? Bədii sual, təkrir, mübaliğə, litota, bədii təzad, inversiya və kinayə. Baxaq ayrı-ayrılıqda bunlar nə deməkdir? Bədii sual. Baxın, demirik ki sual, deyirik bədii sual. Bədii sual, adi sualdan fərqli olaraq, bu sualı verən şəxs burada cavab almaq fikri yoxdur, cavab almaq məqsədini güdmür. Əksinə, bədii sual əsərdə hiss, həyəcan yaratmaq, əsərin emosionallığını, təsirini artırmaq məqsədi ilə istifadə edilir. Misal üçün, Mehmet Akif Ersoy İstiqlal marşında deyir ki, kim bu cənnət vətənin uğruna olmaz ki fəda? Mən bu suala cavab verə bilərəm. Deyə bilərəm ki, mənim filan adlı bir qohumum var, o bu cənnət vətənin uğruna olmaz fəda. Bunu deyə bilərəm? Yox. Heç şairin burada cavab almaq məqsədi yoxdur. Sadəcə emosionallığı, təsiri artırmaq istəyir. O zaten bilir ki, cənnət vətənin uğruna fəda olmayan yoxdur. Onu sual formasında bizə göstərib. Danışaq təkrirdən. Təkrir əsərdə eyni söz yaxud ifadənin təkrar olunmasıdır. Misal üçün, nümunəyə baxın. Könül alan dünyada dilbər-dilbər ki, oxuruz hüsnünü əzbər-əzbər. Burada dilbər-dilbər, əzbər-əzbər təkrirdir. Təkrir, elə təkrar. Sözlər bir-birinə bənzəyir. Təkrirində iki növü var. Anafora, epifora. Atafora yox da dostlar. Anafora misranın, yaxud misraların əvvəlində olunan təkrardır. Epifora isə sonunda olunan təkrardır. Təkrir ilə rədifi qarışdırmayaq. Elə sadədir bunun yolu. Rədifdən əvvəl biz nə demişdik? Rədif qafiyədən sonra işlənir. Rədifdən əvvəl qafiyə olmalıdır. Biz baxırıq təkrarlanan sözə. Əvvəl qafiyə varsa, olur rədif. Yox, əlaqəsiz sözlərdir, amma söz təkrar olunur, bu olur təkrir. Danışaq mübaliğədən. Mübaliğə şişirtmə, qabartma deməkdir. Bir şeyi əndazədən çıxaracaq qədər böyütmək deməkdir. Mübaliğəyə həm də hiperbola da deyilir. Misal üçün, Füzuli deyir, şəbi hicran yanar canım, tökər qan çeşmi giryanım. Oyadar xəlqi əfxanım, qara bəxtim oyanmazmı? Deyir, oyadar xəlqi əfxanım. Deyir, mənim ahım naləm bütün xalqı oyadar. Belə ah nalət eləmək olar ki, bütün xalq onun səsinə oyansın? Yox. Yəni, burada nədən istifadə edib? Mübaliğədən, hiperboladan. Başqa bir nümunədə, kaman inlədi yaman, alovlandım ahından. Deyir, kaman elə inlədi, yəni kamanın səsindən mən alovlandım, yandım. Bu da mübaliğədir. Sonra litota. Litota mübaliğənin əksidir. Mübaliğə şişirtmə, qabartma, artırmaq deməkdirsə, litota kiçiltmə, əhəmiyyətsizləşdirmək deməkdir. Misal üçün, Eldarın dəstəsi gəlir irəli, qırır sərçə kimi bizimkiləri. Sərçə kimi. Yəni, o qədər gücsüzdülər, o qədər əhəmiyyətsizdirlər ki, Eldarın dəstəsi bunları qırır da, belə başa salım sizə. Misal üçün, deyirik, qoşunun böyüyü qorxusundan cücəyə dönmüşdü. O boyda qoşun böyüsü, başçısı qorxduğundan çox balaca cücəyə dönmüşdü. Bu nədir? Litota. Sonra var ifadə vasitələrimizdən bədii təzad. Təzad əksinə, ziddinə olmaq deməkdir. Məzmunca bir-birinə zidd olan anlayışların, hadisələrin və s. bədii əsərdə qarşılaşdırma şəklində təqdim edilməsi təzad adlanır. Bəlkə də mürəkkəb cümlə oldu. Misal üçün, baxın, bugün yoxdursa da kimsədə vəfa,
Vəsiyyət edirəm, olma bivəfa. İlk misrada vəfa, ikinci misrada isə bivəfa işlənib. Biz Azərbaycan dilindən bilirik də, na, bi, ba, la, a, anti. Bunlar sözü əksinə çevirir. Vəfa, bivəfa. Vəfalı və vəfasız. Bunlar təzadlıq təşkil edir, bir-birinə əksdir. Yəni antonimlərə bənzəyir. Amma hər antonim təzaddır. Lakin hər təzad antonim deyil. Misal üçün bir şeirin ilk misrasında deyirəm ki, nə bilim, gözlədiyim gəlmədi, amma gözləmədiyim gəldi. Gəldi, gəlmədi. Burada təzadlıq təşkil eləyir. Lakin bunlar antonim deyil. Bilirsiniz də, kökü eyni olan sözlər antonim deyil. Buradan da o qənaətə gəlirik ki, hər antonim təzaddır, amma hər təzad antonim deyil. Misralarda işlənən gecə, gündüz, ağ, qara, pis, yaxşı, gözəl, çirkin kimi sözlər təzadlıq təşkil edir. Keçək inversiyaya. İnversiya haqqında keçən izahlarda danışmışam. İnversiya yer dəyişmə deməkdir, yəni söz sırasının pozulması. Misal üçün Səməd Vurğun deyir ki, çıxır dağ döşünə körpə quzular, baharın səsini əks edir sular. Sözün düzgün forması, inversiya işlənməmiş forması belə olmalıdır ki, körpə quzular dağ döşünə çıxır, sular baharın səsini əks etdirir. Lakin şair burada inversiyadan istifadə etməklə bəndin, əsərin təsir gücünü, emosionallığını artırıb. Sonuncu ifadə vasitəmiz kinayə. Kinayə müəyyən bir fikrin birbaşa yox, dolayı yolla çatdırılmasıdır. Kinayəyə bəzən ironiya da deyilir. İstehza etmək, tənə etmək mənalarında işlənir. Misal üçün, mən bir dəfə müəllim bizə test vermişdi. 100 neçə dənə test idi. Mən ondan cəmi 30 dənə yazıb getmişdim. Müəllim mənə baxdı, dedi ki, sabah yorulmamısan, çox yazmısan, nəsə. Burada müəllim kinayədən, ironiyadan istifadə elədi. Elə ədəbiyyatda da kinayənin ən kəskin forması sarkazmdır. Məsələn, zəif adama qaçaq deyilir. Qaçaq nə idi? Qoçaq deyilir. Qorxağa igid deyilir. Bunlar hamısı kinayə sayılır. İfadə və təsvir vasitələrimizdə bu qədər. Ümid edirəm izah siz üçün anlaşıqlı oldu. Qaranlıq qalan bir yer, nəsə bir sual yaransa, şərh bölməsində yaza bilərsiniz. Mən cavablayaram, başqa ədəbiyyat həvəskarlarımız cavablayar, bir-birinizlə müzakirə eləyərsiniz və müzakirədən, suallardan sonra zəhmət olmasa kanalıma abunə olarsınız, bəyəndinizsə videonu bəyən düyməsinə basarsınız, şərhlərdə mənə izahımla bağlı fikirlərinizi bildirərsiniz zəhmət olmasa. Sağ olun dostlar.